Bütün bunlara baxmayaraq Ermənistanda hakimiyyət səviyyəsində sülhün artıq belgeler olduğunu iddia edilir. Lakin Bakının hərəkətləri bunun əksini sübut edir. Azərbaycan qanunsuz məhkəmə prosesi ilə bütün Artsakın hərbi siyasi rəhbərliyinin məsuliyyətə cəlb edir, 300 min qaçqının geri qaytarılmasını tələb edir, anklavların geri qaytarılması tələbini irəli sürür, Zəngəzur dəhlizini tətbiq etmək niyyətindən əl çəkmir, hər gün tələblərini, dairəsini genişləndirir. Bu, reallıqdır şəraitində diqqət qeyd etmək lazımdır. Qarşı tərəf rəhbərliyinin məhkəməyə verərkən və eyni zamanda ərazi və siyasi tələblərini genişləndirərkən sülhün bərqərar olduğunu sayıla bilməz. Bakıda bu proses keçmişdəki hər hansı bir hadisənin aydınlaşdırılması deyil, gələcək məcburiyyətlər üçün yeni bir əsas formalaşdırmaq məqsədi güdən bir addımdır. Bununla da Azərbaycan elə bir president yaratmağa çalışır ki, Ermənistanın istənilən dövlət və ya hərbi xadimi onun öz başına ittihamlarını hədəfinə çevrilə bilər.